Yollar salınır, tunellər tikilir. Paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunur. Belə ərazilərdən biri də Binəqədi rayonunda yerləşən Abay Kunanbayev küçəsidir. Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175,3 metr, hərəkət hissəsinin eni 8,5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa ediləcək. Sakinlər ərazidə aparılan tikinti işlərinin nəticəsini səbirsizliklə gözlədiklərini deyirlər. İnsanların daha operativ gedib gəlməyi, məsəl üçün metro üçün buradan 2 kilometr aralı getməklərindənsə 100 metr yaxınlığında metroya düşəcəklər. Körpü tikilməyinə hamıda ümumiyyətlə şad olacaq ki, tıxac olmayacaq bir daha. Layihənin icrası zamanı müasir nəqliyyat sahələrinə uyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirin minimuma endirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Çinarlı yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin xidməti ərazisinin altından keçməklə layihələndirilib. Burada piyadaların hərəkəti üçün tunelin inşası da planlaşdırılır. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü isə 2,7 metr olmaqla inşa ediləcək. Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yol hərəkəti təhlükəsizliyinin artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət edəcək. Layihənin 2 il ərzində tam başa çatdırılması planlaşdırılır. Şamilə Şamil qızı, Fariz Şıxəlzadə, ASTV xəbər.